Yurdumuzu alqışlaya bilərik. Var olasın. Biz də alqışlayırıq. Alqışa layiq torpaqda yaşayırsınız siz. Allah sizləri qorusun. Mən də həmişə Goranboydan Şəmkirə böyük hörmətlə, böyük ehtiramla gəldim. Ehtiram Goranboylu olaraq. Günümüzün səbəbkarları da bizə məlumdur, sizə məlumdur. Hörmətli, dəyərli Bəhruz bəy və Dəniz xanım. Xoşbəxt olsun hamının oğlu, hamının qızı. Təbrik edirəm Dənizlə Bəhruzu. Hamının çox olsun süfrəsində çörəyin duzu. Amma bərəkətli çörəyimiz olsun. Bərəkətli duzumuz olsun. Etibarlı çörəyimiz olsun. Etibarlı duzumuz olsun. Süfrədəki halal çörək duz kişinin qeyrətidir. Doğma oba, doğma ocaq, nurlan, köz kişinin qeyrətidir. Olmayasan qara yaxan, yaxşılığı başa qaxan. İnsanlara düzgün baxan göz kişinin qeyrətidir. Həsrət yansan köz üstündə, biraz səbr et, döz üstündə, möhkəm dayan söz üstündə. Söz kişinin qeyrətidir deyib, həmişə həyatımızın bütün məqamlarında, bütün anlarında, hər dəqiqəmizdə, hər saniyəmizdə uzaq şəhidlərimizin ruhunun anılmasını bir mənəvi Azərbaycan vətəndaşı olaraq bu torpağın, bu yurdun, bu elin, bu obanın övladı olaraq anmağı özümüzə borc hesab etmişik. Həm də söz vermişik. Gəlin bugün Bəhruz bəyin toyunda uzaq şəhidlərimizin ruhunu böyük ehtiramla, böyük hörmətlə, böyük ləyaqətlə ayaq üstə yad edək.